بسم الله الرحمن الرحیم. الحمد لله، السلام علی رسول الله، امین الله علی وحیه و عزائم امره، الخاتم لما سبق والفاتح لما استقبل والمهيمن على ذلك كله. السلام على وصيه امير المؤمنين وعلى فاطمة الزهراء سيدة نساء العالمين. السلام على الحسن والحسين والأئمة التسعة المعصومين من أولاد الحسين. السلام عليهم ورحمة الله واللعن الدائم على أعدائهم أعداء الله إلى يوم لقاء الله. Məhərrəmdir xanım Zeynəb əzası, bizi səslər Hüseynin Kərbəlası. Yolu bağlı qalıb düşmən əlində, daha züvvarinin yox səs sədası. Bugün Kərbəla viran olubdur, Hüseyn öz qaninə qəltan olubdur. Çağır Şah-ı Nəcəf gəlsin həraya, çalış eylə açaq yol Kərbəlaya. Əlinin zülfiqari dadə çatsın, Hüseyn qurbanları gəlsin minaya. Bugün Kərbəla viran olubdur, Hüseyn öz qaninə qəltan olubdur. Müsəlman səf çəkib dəvaya gəlsin, çağır Əbbası ta suaya gəlsin. Qızı Zeynəb özü sahib əzadır, çağır Zəhrani Aşuraya gəlsin. Bugün Kərbəla viran olubdur, Hüseyn öz qaninə qəltan olubdur. Şəhriyarın divanının 4-cü cildi 197. Ötən gecələrdə bir sualın barəsində bir qədər söhbət oldu. İmam Hüseyn əleyhissalam xanımları, uşaqları, qızları özü ilə Mədinədən Məkkəyə, Məkkədən Kərbəlaya aparmağı tarixdə çox böyük insanları heyrətdə qoyub və bu barədə fikirlər söylənib ki, mən onların bir neçəsin keçən məclislərimizdə qeyd elədim. Və sözün canı buydu ki, İmam-ı Hüseyn əleyhissalam bir nehzəti əgər boynuna almışdı, bu nehzətdə
Hüseyin hər nə təəhhüd eləmişdi, xanım Zeynəbin də onda payı var və bir hissəsi bu nehzətin Zeynəbin boynunadır. Hər bir təəhhüdi ki Hüseyin eylədi qəbul, Zeylində var müsəlləmən imzası Zeynəbün. Bir bacı ilə bir qardaş Kərbəlanın inqilabın, hadisəsin, vaqiəsin yaratdılar. Və əgər İslam nəbəviyyül hudus və Hüseyniyyül bəqadi, əgər İslami Peyğəmbər gətirib və Hüseyin onu saxlayıb, əgər İslam 2 hicrətin vasitəsilə diri qalıb və bizim əlimizə çatıb, biri Peyğəmbərin hicrətidir Məkkədən Mədiniyə, ikincisi Hüseynin hicrətidir Mədinədən Məkkiyə. Əgər bu 2 hicrət İslami saxlayıb, ikinci hicrətdə İmam Hüseyin əleyhissalam bu hicrətin vasitəsilə İslami saxlamağı bacısı Zeynəb ilə şərikdir. Hətta böyük bir alimlərdən biri, adın eşidibsüz, siz onu tanıyırsınız, o deyirdi bu sözü, mən ondan eşitdim. Dedi, əgər Hüseynin məqamından utanmasaydım, deyərdim, Kərbəlanın inqilabında Zeynəbin payı Hüseynin payından çoxdur. Çün əgər Zeynəbin dili olmasaydı, Əlinin, Peyğəmbərin 23 il zəhməti, Əlinin 30 il zəhməti, İmam-ı Həsən əleyhissalamın 10 il zəhməti, İmam-ı Hüseyin əleyhissalamın 10 il zəhməti və Aşuradakı zəhməti xüsusilə və bütün şəhidlərin qanı, başda Hüseynin öz qanı, hamısı batacaqdı, əgər Zeynəbin dili olmasaydı. Zeynəb, Əli aradan gedir, nitqün olmasa. Ona görə İmam Hüseyin əleyhissalam bacısı Zeynəbi özü ilə apardı. O iş görməyə gedirdi. O gedirdi ki, əgər Yazid, Yazidiyan özləri və tarixdəki balaları istəsələr deyələr ki, Hüseyin xaricidir, ya Hüseyin dindən çıxmışdı, Yazid əmirul müminin idi, Zeynəb Kufənin bazarında İbn Ziyadın məclisində İbn Ziyadla üzbəyüz, Yazidin məclisində bütün şəxsiyyətlərin hamısının huzurində Yazidin gözünün içinə dedi, sən əmirul fasiqinsən və fasıqlərdən başqa nə indi, nə gələcəkdə heç kim səndən himayət eləməz və səni dəstəkləməz. Sən fasıqsən və sənin arxocan gedənlərin də hamısı fasıqdır. Əmirul müminin Əli ibn Əbi Talibdir və indi Höccətullah yerin üzündə. Hüseyindir, sən Höccətullah öldürübsən. Sən 6 aylıq uşaq öldürübsən. Tir ilən tifli ləbənxar öldürübsən, vay sənə. Sən bu işləri görübsən və açdı pərdəni. Pərdənin arxasında heç bir şey qoymadı qala. Və öz huzuru ilə, Kərbəlada xanımların huzuru ilə tarixdə bütün insanlara çox böyük dərslər öyrətdilər.
Ki o dərslərdən üçün keçən gecələrdə demişəm, ikisini də inşallah bu neçə dəqiqədə ki vaxtımız var, məhzərüzə ərz eləyim.